Salam, hər vaxtınız xeyir olsun, dəyərli abituriyentlər, müəllimlər. Necəsiz? Ümid edirəm, yaxşısınız, hər şey qaydasındadır. Bu gün sizlərlə bir yerdə fonetika, leksika və söz yaradıcılığı əhatə edən 10 sual işləyəcəyik. Yəni buraxılışa yaxın bir sınaqdır, mücrünün test tapşırıqlarındandır. Mücrün nəşrini bəyənirəm, işlədirəm şagirdlərimə. Qrammatikası da, mətnləri də yaxşıdır. Bəzi mətnləri amma seçməli oluram ki, onlar daha yaxşı formada şagirdlərə fayda versin. Ümumilikdə razı qaldığımız vəsaitlərdəndir və mən də ara-sıra, tam olmasa da, ara-sıra bu vəsaitdən izahlar bölüşəcəm. Məqsədim sadəcə şagirdlərin biliklərini təzələmək və sınaq olaraq bunları təqdim eləməkdir. Daha çoxu üçün bəyənməyiniz və kanala abunə olmanız kifayətdir. Məlumdur ki, bazar günü sınaqlar olacaq. Bir çox kursda bu sınaqlar keçirilir və şagirdlər dedi ki, bizə lazımdır fonetika, leksika, söz yaradıcılığı, bəziləri də üslubiyyat dedim. Mən indi çalışacağam ki, üslubiyyatdan da test bölüşüm. Gəlin başlayaq ilk sözümüzdən. Turistlər sözü ilə bağlı, fonetik təhlili ilə bağlı doğru fikri bizdən istəyir. Bu sözün təhlili bilirsiniz ki, bu şəkildə olacaq. Lər şəkilçisi dərdir. S-tıdan sonra samit gəldiyinə görə t burada düşür. Turistlər. Kar cingiltili samit cütlük işlənib. Bəli, t işlənib və d. Bunlar bir-biri ilə cütlük təşkil edir. Yazılış deyiş arasında iki fərqli məqam var. Düzdür, t düşür, l da d-ya keçir. Müxtəlif səslər eyni hərflə ifadə olunub. Eyni hərflərimə baxıram. Eyni hərflərim t-dır, o da ki, biri düşdü. Yəni, müxtəlif səsə çevrilmədi. Qarşılığı olmayan 3 samit işlənib. Baxıram, r var, 2 dənəsi. T, s-dır, bunların qarşılığı var. Ahəng qanunu pozulub, baxıram, u, i, qalın incə pozulub, vurğu sondadır, bu da düzdür. 1, 2, 5, doğru cavab. Deyilişi verilmiş hansı sözün daha çox fərqli yazılışı ola bilər? Qalaya sözü, biri var ki, qala qəsr mənasında olan söz, yəni bu isim olur. İsmə artırılmış Aə şəkilçisi, bir də qalamaq feilinə artırılmış arzu şəkilçisi kimi düşünülə bilər. Amma fikir versəniz, hər bir halda yazılış necədir? Eynidir, yəni bir cür yazılışı var. Daha sonra digər sözümüz nədir? Körpüyə sözü. Biri var ki, bildiyimiz körpü, yəni mühəndis qurğusu. Körpüyə. Bir də var ki, uşaqlar qoşulmuş yə şəkilçisi, sonu ə ilə bitdiyinə görə, Aə qaydasına görə, sonu Aə ilə bitən sözlərə Aə-li şəkilçilər artıranda o qapalılaşır, olur körpüyə. Körpüyə süd verdilər. Məsələn, bu cür. 2 cür yazılır. Gəlirdi sözü, deyirəm ki, o çox uzaqlardan gəlirdi. Nə edirdi? Gəlirdi, nə edirdi? İr zaman, di hissəcik. Bu olur feil. Bir də deyirəm ki, onun aldığı gəlirdir. Yəni, gəlir ismi. Gəlməkdən gəlir, gəlirdir də, dır nədir burada? Deməli, şəxs xəbəri şəkilçisidir və bilirsiniz ki, bu şəkilçi isimlərə, adlara qoşulanda tələffüz zamanı r-sı düşür. Yəni, bu da 2 cür təhlil olundu, deyə bilərik. Daha sonra digər sözümüzə keçid edək. Digər sözümüz Kərimdən. Deyirəm ki, Kərimlə yola çıxdıq. Yaza bilsək o da. Kərimlə getdim. Bir də bir nümunədə yazıram. Deyirəm ki, Kərimdən aldım. Kitabı Kərimdən aldım. Kərimlə getdim. Fikir verin. Lə ilə qoşma da ola bilər, dandən çıxışlı hal da ola bilər. 2 cür. Elmlə sözünə gəlinci uşaqlar. Biri var ki, bu elm sözü olsun. Elmlə baş ucalar. Bir də deyir ki, elmdən, yəni elmdən gözəl nə var? Bir də deyə bilərsən ki, elmdən, yəni obamdan ayrı qaldım. Baxın, elm. Yəni, hər ikisi bu cür elm yazılır tələffüzdə elmdən. Elmdən baş ucalar. Elmdən gözəl nə var?
İki cür buradan. Bir də el-oba mənasına gələn el ismi. Obamdan, elimdən ayrı qaldım. Göründüyü kimi ən az 3 cür düşünülür. Cavab el. Cədvəldəki hansı sözlərin yeri dəyişilsə uyğunluq bərpa olunar? Hambal, sümbül, samballı, qumbara. Qumbara yazıldığı kimi deyilir, hambal həmçinin. Amma sümbül və samballı n ilə yazılır, amma tələffüzdə nəyə keçir uşaqlar? M-yə keçir. Yəni deyilişi yazılışı fərqlənən sözdür. Onları bura gətirmək lazımdır. Deyilişi yazılışı fərqlənən söz olsun. Lampanınki fərqlənmir, simfoniya fərqlənmir. Minbər belə yazılır, n ilə yazılır. Olimpiyada bu cür olimpiya. Aha. Deməli 2-5, 3-6 və yaxud da 2-6, 3-5 fərqi yoxdur. Açıq ürəkli və açıq fikirli. Gəlin bunların tələffüzünü yazaq. Q'dan sonra sait gəldiyi üçün qı-qıya keçir. Ürək, ürəkli. Q'dan sonra samit gəlib x səsi. Digəri açıq fikirlidir. Q'dan sonra samit gəlib x-ya keçəcək. Açıq fikirli. Samit ciddi işlənmişdir. Məsələn, q-nın qarşılığı nədir? Q-nın qarşılığı x-dır, o da ki, yoxdur. Ç-nınki yoxdur. İkinki yoxdur, l-nınki həmçinin. Açıq fikirliyə baxıram. Ç-nınki yoxdur, x-nınki q-dır, yoxdur. F-nınki v-dır, yoxdur. Q-nınki yoxdur. Onunki də g-dir də. Göründüyü kimi bunu yazıb ki, ciddi işlənib, bu səhvdir. Yəni, heç bir mən burada ciddi müşahidə eləmədim. Daha sonra, x samitinin qarşılığı işlənmişdir deyil. X-nın qarşılığı nədir uşaqlar? Q-dır. Bu aiddir, məsələn, bura. Amma baxın, bunu harada yazıb? Səhv yerə yazıb. Samitlərdən üçü cingiltilidir. Bunu yazıb bura. Baxıram cingiltililərə. Q var, R var, L var. Amma bu eyni zamanda buna aid ola bilərmi? Baxaq. 1, 2. 2 dənə R var. Cingiltili. Ç, X, F, K. Bunlar kar. Deməli, bu düz yerdə yazılıb. Nəhayət C düzdür. Yazılış deyiş arasında 2 fərqli məqam var. Bunu hara yazıbdır? Bura yazıb. Q, Q-ya keçdi. K, X səsinə. Amma eyni şey açıq sözünə də aiddir. Açıq fikirli sözündə də 2 fərqli məqam. Yəni, D-ni ortaya yazmalıydı. Saitlərin bütün növlərindən istifadə olunub, bunu ortaq yazıbdır. Baxın, burada dodaqlanan sait var. Bəs yaxşı, burada dodaqlanan sait varmı? Dodaqlananlarımız O, U, Ö, Ü'dür. Hansını görə bilirsiniz? Heç birini. Deməli, bu da səhvdir, ortaq deyil. Variantlardan birində sözün quruluşu yalnız bir növündən istifadə olunub. Qızları sadə, böyüdükcə sadə, dərdləri sadə, böyüyən valideynlər tez. Bura kimi sadə, amma qocalmaqda qoca sözün kökü l leksik düzəltmə. Bu pozdur. Qayıqdakı döyüşçünün sonuncu atmaqdan atışı qızcığazı təəccübləndirdi. Deməli, göründüyü kimi bütün sözlər düzəltmədir. Ətrafdakı bağçalar, bostanlar. Baxın, ətrafdakı və bağça düzəltmə olsa da bostan sadə oldu, pozdu sıranı. Yanan şamın alovu içərisində qara nöqtə görünürdü. Bura kimi hamısı sadədir, amma görməkdən görünmək bu düzəltmədir, pozdu. Şuşa sakinləri 28 ildən sonra öz yurdlarına qovuşdular. Baxın uşaqlar, 28 nədir? 28 mürəkkəb saydır. Digər sözləri sadə görürük, amma 28 orada pozacaq. Daha sonra variantlarda verilmiş sözlərdən hansının izahına rast gəlinmir. Təkrarlanan həndəsi elementlərdən bitki, heyvan motivlərindən ibarət bəzək, ornament, sarı qonur rəngli bərk maddə, kəhraba, forma və məzmun vəhdətini yaradan rənglərin birləşməsi, kolorit, ən əlverişli, ən münasib, optimal, holistik sözü yoxdur, holistik bütöv tam deməkdir. Eyniköklü sözlərlə bağlı cədvəldəki səhv. Bu il eyniköklü sözlər düşəcək imtahana. Yəni, ötən il düşmürdü. Yəni, 2026-da düşəcək. Eyniköklü sözlər sadə ola bilir. Bu tamamilə səhvdir, amma qabağına səhv yazıbsa düz. Qorxudur və qorxular sözü eyniköklü sayıla bilər. Sən bunu cəm şəkilçisi kimi deyil, qorxmaq feilinə ul, leksik, arda, qeyri-qəti gələcək zaman götürsən.
Bunu da qorxmaqdan qorxutmaq və urzaman götürsən, hər ikisi həm düzəltmə olar, həm də kökləri qorxmaq feili olar. Göründüyü kimi düzdür. Eyni köklü sözlərdə mütləq fərqli leksik şəkilçilər işlənməlidir. Bəli, məsələn, gəlin bir nümunə yazaq. Meşəlik. Sən bunu belə deyə bilərsən, meşəlikdəki. Bax, görsən, mütləq ən azından bu fərqlənməlidir. Yoxsa meşəliklə meşəlik qabaq-qabağa qoymamalısan. Ən azı burada fərqli şəkilçi olmalıdır. Eyni köklü sözlərdə eyni şəkilçi işlənə bilməz. Səhvdir. Bax, bayaq necə işləndi? Lik. Görsənmi? Qaydası var da. Amma yanlış yazmalıydı. Bu da səhvdir. Deməli, uyğunsuz. Endirim, eniş, ensiz sözləri eyni köklü sözlərdir. Səhvdir uşaqlar. Deməli, bunu yadda saxlayın. Enməkdən eniş olar. Ensiz olar. Amma en sözü bilirsiniz ki amonimdir. Biri var feil, enmək feili. Biri də var ki en, uzunluq baxımından. Yəni göründüyü kimi bunun kökü enmək feilidirsə, bunun kökü də enmək feilidir bəyəm. En, uzunluq, isim daxı bu. Görürsünüzmü? Yəni uyğunlaşmır bunlar. Yanlışdır, qabağından yanlış yazıb. Daha sonra bir şeir parçası verib və sözlərin leksik təhlili ilə bağlı doğru antonim sözlər işlənib. Sən orada göyə baxırsan, burada məni yer aparır. Yer, göy antonimdir. Sözlərdən biri sifət və isim kimi amonimdir. Söhbət göy sözüdür. Göy sözü bilirsiniz ki, rəng mənasındadır sifət. Bir də mətndəki, yəni daha doğrusu şeirdəki mənasında isim ola bilir. Yəni asiman, səma mənasında. Leksik mənalı sözlərlə yanaşı yalnız qrammatik mənası olan söz var. Yalnız qrammatik mənası olan söz deyəndə köməkçi nitq hissəsi nəzərdə tutulur uşaqlar. Baxıram, verilmiş nümunədə heç bir köməkçi nitq hissəsi yoxdur. Arxaizm işlənib. Arxaizm düşmür bir adı olaraq əsasən, amma köhnəlmiş sözlərə deyilir uşaqlar və köhnəlmiş sözlər yoxdur burada. Sinonimlər ayrı-ayrı misralardadır. Saçına güllər taxırsan, ovucuna xına yaxırsan. Sən orada göyə baxırsan, burada məni yer aparır. Mən burada sinonim kimi bir nümunə görmədim ayrı-ayrı misralarda. Siz gördünüzmü? Görmədim mən. Aha. 1-2 D variantı. Variantlardan birində məcazi mənada işlənən söz yox. Boran küçədə acqurd kimi uluyur, soyuq qılınc kimi kəsir. Bunlar əsasən bədii təsvir vasitələridir. Yenə də məcazlik var. Yəni bunu zaten 1-ci, 2-ci, 4-cü qrup şagirdləri də asan müəyyən edir. Çaxdı şimşək, coşdu sular, sellər oynadı. Məsələn, oynamaq. Heç bir şey insan qədər yüksələ bilməz. Yüksəlmək burada hər hansı bir pilləni, yəni məsələn pilləkəni qalxmaq deyil. Burada mənəvi bir yüksəlişdən danışır. Qürbət görməyən adam vətənin qədrini bilməz. Burada heç bir məcazlik yoxdur. Qürbət bu arada xarici, yəni xaricə deyilən bir addır. Belə bir ifadə var. Məsələn, gəzməyə qürbət ölkə, yəni başqa ölkə, ölməyə vətən yaxşı. 10 dərviş bir kilimə sığışar, amma 2 padşah bir ölkəyə sığışmaz. Yəni burada nəzərdə tutulan xalçadır. 10 dənə adamı deyir bir xalçaya sığdırarsan, amma 2 padşah bir ölkəyə sığışmaz. Bəyəm bu 2 padşah həcm baxımından mı sığışmır? Yəni böyük adam mı olduqları üçün? Xeyr, sadəcə olaraq belə bir ifadə var. Deyir 2 qoçun başı bir qazanda qaynamaz. Bu da onun kimi uşaqlar. Burada da sığışmaz feili təbii ki məcazik yaradır. Kökü ilə yarandığı nitq hissəsi fərqli olan düzəltmə sözlər. Bunun üçün gəlin bir anlayışı yadımıza salaq. Kök nədir? Başlanğıc forma nədir? Və söz nədən yaranıb, nədən düzəlib? Bunların hamısı başqa anlayışlardır. Bax, 3 dənə anlayış var. Kök, başlanğıc forma, söz, nədən yaranıb və ya düzəlib. İkisi də eyni şeydir. Bir sayından birinci sıra sayı, birinci sıra sayından birincili ismi dandəndə çıxışlı hal. Kökümüz nədir uşaqlar? 1 sayı. Başlanğıc formada ən son leksiki tapırsan, ondan əvvəli. Birincilik ən son leksikdir, likdir burada. Gətirirəm əvvələ, deməli bunun başlanğıc forması nədir uşaqlar? Birincilik ismidir. İsim buradakı sayıdır. Söz nədən yaranıb, nədən düzəlib deyəndə, mənim bu barədə izahım var söz yaradıcılığında. Ona baxsaz kifayət edər. Baxın uşaqlar, birdən birinci yarandı. Birincidən də birincilik. Ən son leksiki silirəm
və öyrənirəm ki, birincilik ismi birincidən yaranıb. Mənə sadəcə birinci sözü versəydi, orada da ən son leksik inci olduğuna görə ona silərdim, bir sayından yarandığını deyərdim. Ən son leksiklikdir və mən öyrənirəm ki, bu birinci sıra sayından yaranıb. Şagirdlər bu üç anlayışı bir-birinə qatır. Nədən yaranıb deyəndə gedib kökə baxır. Olmaz. Kök ayrı şeydir. Başlanğıc ayrı, söz nədən yaranıb, nədən düzəlib ayrı. Düzdür, ola bilər ki, bəzən sadə sözlər verə bilər. Məsələn, getmək sözü. Bu yazığın kökü də, başlanğıcı da yarandığı nitq hissəsindən danışmağa belə ehtiyac yoxdur, çünki sadədir. Yəni, hər şey üst-üstə düşür bunda. Birincilikdən sözü barədə danışarkən dedik ki, bunun kökü bir sayıdır, amma özü nədən düzəlib? Birinci sayından. Amma deyir, kökü ilə yarandığı nitq hissəsi fərqli olsun. Görürsünüz, fərqli olmadı. Yazmaqdan yazı ismi, yazıdan yazıçı. Deməli, uşaqlar, kökü yazmaq feilidir, amma özü, yazıçı sözü, yazı ismindən yaranıb. Bu fərqlidir. Savadsızlığımız. Gəlin bunları bir-bir təhlil edək ki, bu test vasitəsilə siz bu üç anlayışı qarışdırmayasınız. Savadsızlığımız. Savad sözün kökü isim. Savadsız, savadsızlıq. Başlanğıca baxanda isimdir. Özü isə nədən yaranır? Savadsız sifətindən. Göründüyü kimi, bunun kökü isim oldu, amma yarandığı hissə sifət oldu. Bu olar. Qocaldır sözünə gəlin baxaq. Qoca sifətindən qocalmaq feili, qocalmaqdan qocatmaq özündən sonra sait gəldiyi üçün o burada d-yə keçib, ır-da zaman şəkilçisi. L-leksik, t, yəni d-leksik, ır-da zaman. Qoca, bunun kökü nədir? Sifət. Başlanğıcı qocatmaq feil, özü də qocalmaq nəyindən yaranıb? Feilindən yaranıb. Yəni, qocatmaq feili qocalmaqdan yaranıb. Deməli, kökü ilə yarandığı nitq hissəsi fərqlidir. Biri sifət, biri feil. Deməli, cavab B. Yandırıldı sözünə gəlin baxaq, uşaqlar. Təhlil edirəm sizin üçün. Yandırıldı. Yanmaq sözün kökü, yandırmaq, yandırılmaq, d-da şühudi keçmiş. Başlanğıcı budur. Söz isə ən son ı-lı silirəm, yandırmaq feilindən düzəlib. Göründüyü kimi, yanmaq, yandırmaq, başlanğıcı da, kökü də eyni nitq hissəsidir. Gözəlləşmişdir. Gözəlləşmişdir nümunəsində də ləş leksik, miş zaman, di hissəcik. Baxıram, kökü gözəl sifətidir. Başlanğıcı gözəlləşmək feilidir. Nədən yaranıb? Ən son leksiki silirəm, gözəl sifətindən. Kökü də sifətli yarandığı nitq hissəsidir. Olmadı. Soyuqlaşmışdı. Laş leksik, mış nədir uşaqlar? Zamandır hissəcik. Soyumaqdan soyuq, üzr istəyirəm, qını unutdum. Baxıram, kökü nədir uşaqlar? Feil. Başlanğıc forması soyuqlaşmaq, feil. Özü də nədən yaranıb? Soyuq sifətindən yaranıb. Deməli, bunun kökü feildir, yarandığı hissə soyuq sifətidir. Deməli, bu olar. Yoldaşlığa nümunəsinə baxıram. Yoldaşlıq, A-da qrammatik. Yol ismi bunun köküdür. Yoldaşlıq ismi bunun başlanğıcıdır. Yoldaş ismi isə bunun yarandığı hissədir. Hamısı eyni nitq hissəsidir. Sil. Maraqlandırdı sözünə gəlinci uşaqlar. Maraq sözün kökü lan leksik, dır leksikdir. Maraq bunun köküdür, isim. Özü nədən yaranıb? Ən son leksiki silirəm, maraqlanmaq. Deməli, maraq isim, maraqlanmaq feil. Bu olar. Dilçiliyə, dil sözün kökü dildən dilçi, dilçidən dilçilik, ədə yönlük al. Baxıram, sözün kökü nə oldu? İsim. Ən son leksiki silirəm. Dilçilik sözü nədən yarandı? Dilçi ismindən. Eyni nitq hissəsi oldu. Səndən fərqli istəyirdi. Belə. Ümid edirəm izahımız sizin üçün aydın olub. Problem yaransa buyurub yaza bilərsiniz.